20-ci tapşırıq kütləsi 3.5 kiloqram olan cismə 1,60 dərəcəli bucaq təşkil edən və modulları F1-imiz 3 Newton, F2-imiz 5 Newton olan iki qüvvə təsir edir. Sükunət halından cisimlər sükunət vəziyyətindən ikdə başlayaraq T bərabərdir 8 saniyə ərzində nə qədər yer dəyişmə icra edər. Biz burada ilk öncə qüvvələrin əvəzləyicisini tapa bilərik. F əvəzləyici bərabərdir kosinuslar teoremindən F1-in kvadratı plus F2-nin kvadratı plus 2 bucaq olduğu üçün plus da yazırıq. F1 vurulsun F2 kosinus alfa. O da bərabərdir kökün altında 3'ün kvadratı 9, 5'in kvadratı 25, üstə gələk 2, 5 3'ün 15, 3 5'e vururuq və kosinus 60, sinüs 30, 2'də 1 olacaq. İxtisar gedir və buradan 25, 15'i cəmləsək 40, 49 və kök altından 7 çıxır. Əvəzləyici qüvvə var və kütlə də var. Təcili tapa bilərik. Yəni A bərabərdir F bölüm 7 bölünsün. Kütləmiz də 3.5 və buradan da 2 metr bölü saniyə kvadratı təcil almış oluruq. Daha sonra sükunət vəziyyətindən təcil hərəkət icra edilir. S bərabərdir V0 T üstə gələk AT kvadratı bölü 2 düsturu ilə V0'ımız 0'a getsə A'mız 2, T'miz 8 saniyə 64 bölünsün 2 və 64 metr almış oluruq.